Salam, əziz və hörmətli dostlar, dəyərli həmkarlar, keyfiyyət mütəxəssislərimiz. Keyfiyyətin dəyərləndirilməsi mövzusuna videomuzu davam etdiririk. Keçən dəfə tanışdığımız kimi keyfiyyətin idarə etməsi arxa fonda gördüyünüz kimi ümumi keyfiyyət kriteriyalarından ibarətdir. Hal-hazırda gördüyünüz, sizə nümayiş etdirdiyim arxa fonda bu bir örnəkdir, tikinti layihələrinə aiddir. Hər hansı bir işin, yəni bu fiziki məhsul ola bilər və yaxud xidmət ola bilər. Bu məhsul və xidmətin ümumi bir araya ortaya gəlməyi üçün müəyyən olunmuş kriteriyalar əsasında yaranan ümumi keyfiyyət meyarıdır. Arkada gördüyünüz tikinti layihələrinə aiddir. Burada biz hansı meyarlardan ibarət olduğunu göstəririk. Maraqlı olan insanlar mənim profilimdən bu artikla baxa bilər, daha ətraflı tanış olmaq üçün. Burada biz qısa danışırıq meyarlar barədə: risk, design, quality, material, quality, workmanship, supplier, subcontractor, performance, inspection kimi, competency, training, change management, document control, equipment calibration, regulatory compliance, communication and coordination, handover kimi meyarlardan ibarət olan tikinti layihəsindən danışırıq. Ətraflı və maraqlanan LinkedIn profilimdən girib bu artiklla tanış ola bilər. Təbii ki, bütün işlərdə mövcud olduğu kimi hər şeyin bir standartı var. Amma biz bugünkü gün müasir biznes ortamında görürük ki, həm Azərbaycan, həm xarici standartlar istifadə olunur. Bu səbəbdən biz mütləq şəkildə Azərbaycanda mövcud olan həmin bu fərmana istinadən işimizi tənzimləməliyik. Bu fərmanın 13-cü bəndində açıq aydın qeyd edilir ki, hər hansı bir xarici standart Azərbaycanda istifadə olunan standart minimal dəyər olaraq Azərbaycanda mövcud olan standartdır. Eynisi, bərabəri və yaxud ondan daha üstün olmalıdır ki, biz ona istinad edə bilək. Bugünə bu qədər. Diqqətinizə təşəkkür edirəm. Sağ olun.